Hər vaxtınız xeyir, dəyərli tələbələr. Windows 11 ilə bağlı video dərslərimizi davam elətdiririk. Bildiyiniz kimi YouTube kanalında ötən həftə iki video dərs paylaşılmışdı. Hansı ki, bu video dərslərdən biri Windows 11 əməliyyat sistemi üzərində gələn əsas yeniliklər və ikinci video dərsimizdə isə Windows'un əsas obyektləri olan qovluqlar, qısa yollar və fayllar haqqında danışmaq idi. Bugünkü video dərsimizdə isə biz qovluqların növləri haqqında, kontekst menyular haqqında və mübadilə buferi haqqında danışacağıq. Başlayaq elə qovluqların növlərindən. Uşaqlar, qovluqların növləri bir daha xatırladıram ki, qovluqlarımız hansılar oldu? İstifadəçi qovluğu oldu. Hələ ki bunu bilirsiniz də ötən dərsimizdə ki, istifadəçi qovluğu var. Məsələn, bax bu 2025 mülki müdafiə adlı belə bir qovluq var və istifadəçilər bunu özü yaradır və bu qovluğun içərisinə qovluğa aid olan şəxsi fayllarını əlavə edir. Yəni bir qovluq yaratmağın əsas məqsədi istifadəçinin fayllarla olan işi daha səmərəli təşkil etməkdir. Bu öz yerində. Və bizə sual versə ki, bəs qovluqlar özü neçə yerə bölünür? Deyəcəyik ki, qovluqlar özü iki yerə bölünür. Hansılardır? İstifadəçi qovluqları və xüsusi xidməti qovluqlar. İstifadəçi qovluğu haqqında biz ötən dərs yenə deyirəm, danışdıq. Əvvəlki video dərsimizdə, ikinci video dərsimizdə daha doğrusu. Xüsusi xidməti qovluqlara bəs nələr aiddir? Xüsusi xidməti qovluqlara isə aiddir arxiv qovluqları, şəbəkə qovluqları və sistem qovluqları. Sistem qovluqlarımız da hansılardır? Network, This PC adlanan qovluq. Nicat Bayramov indi yazılıb burada, çünki mən kompüteri format etdiyim zaman format zamanı mən kompüteri adlandırarkən Nicat Bayramov adı altında adlandırdığıma görə ona görə də bu qovluğun standart adı Nicat Bayramovdur. Amma qəbulda təbii ki bu qovluğun adı Users File qovluğu olacaqdır. Ondan sonra kontrol panel qovluğu və hər kəsin tanıdığı bu zibil qutusu olan Recycle bin qovluğu. Bir də mən yenə vurğulayım. Qovluqlar neçə yerə bölündü? İki yerə. İstifadəçi qovluğu, hansı ki bunu qaytaraq yerinə, çünki biz bu barədə ötən dərs danışmışdıq. Və xüsusi xidməti qovluqlar. Xüsusi xidməti qovluqlara da aid olduğu şəbəkə qovluğu. Bax bu 5 ədəd sistem qovluğu və arxiv qovluğu. Gəlin bir dənə arxiv qovluğu yaradaq. Elə bir faylın üzərində bunu yaradaq. Yadınıza gəlirsə biz proqram təminatı dərslərimizdə bildirmişdik ki, arxivatorlar var və bu arxivatorlar nə işə yarayır? Faylı sıxaraq onların həcmini kiçildir. Tamam, gəlin elə öz gözünüzün qabağında həm arxiv qovluğu yaratmaq bəhanəsi ilə, həmçinin görək, həqiqətənmi biz faylın arxivini yaradanda onun həcmi azalır. Gəlin baxaq. İstənilən bir fayl götürək. Məsələn, elə bu UC3 faylını götürək və bu faylın arxivini yaradaq. Necə yaradacağıq? Faylı seçdikdən sonra kontekst menyunu açırıq ki, kontekst menyu necə açılır? Klaviaturanın sağ düyməsi, daha sonra Shift F10 kombinasiyası və klaviaturada kontekst düymə var ki, bu barədə danışacağıq, göstərəcəm sizə. Deməli, kontekst menyunu açırıq. Açılan kontekst menyuda bizdə burada Show More Options var. Gəlirik bura Show More Options'a və Show More Options'da bakıyorsunuz burada Dababit arxiv və ya İngiliscədən burada Add to Archive yazısı olacaq və bu düyməni basırıq və gördüyünüz kimi təbii ki burada seçimlər gəlir. İndi bizə bu seçimlər bu dərsimiz üçün bizə aidiyyatı yoxdur və bu barədə danışmayacağıq. Okey, bastıq və bu faylın arxiv qovluğu yarandı və hansı ki arxiv qovluğu içərisində elə bu fayl bu arxiv qovluğunun içərisində yerləşdirildi. İndi gəlin baxaq, həqiqətənmi faylın orijinal həcmi ilə onun arxiv həcmi arasında fərq var. Axı nəzəriyyədə belə deyilir. Bəlkə elə yalan deyirlər. Gəlin baxaq. Bu orijinal faylın bir dənə ölçüsünə baxaq. Kontekst menyunun
properties əmrinə daxil olaq və gördüyünüz kimi 1,23 megabayt yer tutur. Tamam. Ə, Gəlin bunun arxiv faylının həcminə baxaq, properties'ə daxil olaq və gördüyünüz kimi ə, faylın öz orijinal arxiv faylının orijinal həcmi 1,16 megabaytdır. Bunun diskdə tutduğu yer isə 1,17 megabaytdır. Təbii ki, bu hal niyə baş verir? Niyə ə, faylın öz orijinal həcmi 1,16 megabaytdır. Bəs bu niyə diskdə 1,17 megabayt yer tutur? Təbii ki, bunu da biz əməliyyat sistemləri video dərsində danışmışdıq ki, bu səbəb klasterdən qaynaqlanır. Bununla bağlıdır. Bunu təfərrüatı ilə indi danışmayacağım. Çünki əməliyyat sistemləri dərsində biz bu barədə danışmışıq və YouTube videosuna baxa bilərsiniz bununla bağlı. Belə, gördüyünüz kimi öz gözünüzün qabağında faylın öz orijinal həcmi 1,23 megabayt olduğu halda təqribən bir 500 kilobayta yaxın faylın sıxlaşdırılması aparıldı. Arxiv qovluğu yaratmaq istədikdə və bu arxiv qovluğu 500 kilobayt daha az yer tutur və bu belə deyək istifadəçiyə daha səmərəlidir. Misal üçün mən artıq bu UC3.docx faylını silə bilərəm ürək rahatlığı ilə. Niyə? Çünki elə e, onun arxiv faylı da var da onsuz da. Və zaten mən bu arxiv faylının içərisinə girəndə həmin fayl belə deyək burada da var və mən istəsəm buradan da aça bilərəm yəni. Sözümün canı budur ki, arxivləşdirmə nəyə xidmət edir? Faylın həcminin kiçilməyinə xidmət edir. O belə. Bir sözlə, deməli, qovluqlar ikiyə bölündü. İstifadəçi qovluğu və xüsusi xidməti qovluqlar. Və xüsusi xidməti qovluqlarda ə, hansı kateqoriyalara bölünür? Şəbəkə qovluğu, arxiv qovluğu, hansı ki haqqında danışdıq, sistem qovluqları bölünür. Digərin arxiv qovluğunu mən danışdım. İndi şəbəkə qovluğu haqqında danışaq. Axı xüsusi xidməti qovluqların digər bir kateqoriyası da, yəni buna aid olan, xüsusi xidməti qovluqlara aid olan digər bir kateqoriya şəbəkə qovluğudur axı. Uşaqlar, bu şəbəkə qovluğu hal-hazırda nümunə üçün açılıb və bu şəbəkə qovluğu nə işə yarayır? Bu qovluq, misal üçün, bunu sizə belə deyim də, bax, ümumi istifadə qovluğudur. Biz lokal şəbəkə dərsini keçmişik sizə. Yadınıza gəlirsə və YouTube kanalında da lokal şəbəkə ilə bağlı video dərsimiz var. Lokal şəbəkə nə idi? Lokal şəbəkə yaxın məsafədə iki və daha çox kompüterin birləşməsi zamanı əmələ gələn bir şəbəkədir. Və təsəvvür eləyin ki, bir şöbədir, bir müəssisədir və bu müəssisədə bir özəl şirkətdə, məsələn, 5 ədəd kompüter var və bu 5 ədəd kompüteri biz lokal şəbəkə qaydasına uyğun olaraq bunları bir-birinə birləşdirmişik və burada bir şəbəkə yaranıb və kompüterlər bir-birlərinin fayllarını görə bilərlər. Bunun üçün ortaq bir şəbəkə qovluğu yaradılır. Misal üçün mən təsəvvür edin ki, bax bu şəbəkə qovluğunun içərisinə gəlib, məsələn, bax bu şikayətlərin bölgüsü adlı belə bir fayl əlavə etdim. Qurtardı getdi. Və indi bu şəbəkəyə, daha doğrusu lokal şəbəkəyə qoşulu olan digər həmkarım, digər iş yoldaşım da. Axı onda da şəbəkə qovluğu var. Axı bu ümumi istifadə qovluğudur da. Şəbəkədə qoşulu olan bütün kompüterlərdə bu qovluq var. Və belə deyək, digər həmkarım da şəbəkə qovluğuna daxil olanda o öz kompüterindən mənim bu qovluğa atdığım faylı görəcək. Və yaxud o da öz kompüterindən bu qovluğa nə atsa, mən də öz kompüterimdən şəbəkə qovluğuna daxil olanda onun atdığı faylı görəcəm. Yəni sözünün canı, şəbəkə adlandırdığımız hansı ki ikonu da bax bu şəkildə olur. Şəbəkə qovluğu nə üçündür? Ümumi istifadə qovluğudur. Şəbəkədə qoşulu olan bütün kompüterlərin bu qovluğa çıxış imkanı var. Bu təbii ki, biz məhdudlaşdıra bilərik istəsək həmin o çıxış imkanını, amma bu müzakirə predmeti deyil hal-hazırda bu video dərsimiz üçün. Yəni bu şəbəkə qovluğu şəbəkədə qoşulu olan bütün kompüterlərdə olur və bütün kompüterlərdə olan istifadəçilər bu şəbəkə qovluğuna daxil olmaqla ora öz fayllarını yükləyə bilərlər. Yüklədiyi faylları
şəbəkədə qoşulu olan bütün kompüterlər bu qovluğa daxil olduqda görə biləcəklər. Yəni şəbəkədə faylların ümumi istifadəsi üçün nəzərdə tutulan qovluğa biz şəbəkə qovluğu deyəcəyik və onun ikonu da bax gördüyünüz kimi bu şəkildədir. Şəbəkə qovluğu haqqında da danışdıq. Və sonuncu, xüsusi xidməti qovluqlar kateqoriyasına aid olan sistem qovluqları haqqında da danışaq. Sistem qovluqları, sual versə ki, sizə sistem qovluqları hansılardır? Deyəcəksiniz ki, sistem qovluqları network, this PC, users file. İndi mən bunu users file özüm məcburiyyətdən deyirəm. Çünki sizə düşən qəbul imtahan suallarında təbii ki, orada Nicat Bayramov düşməyəcək də. Orada users file düşəcək. Control panel və recycle bindir. İndi uşaqlar, başlayaq indi bunlar haqqında danışaq və network qovluğu haqqında danışaq. Network qovluğu sistem qovluqları kateqoriyasında olan bir şəbəkə qovluğudur. Bəzən tələbələr bu ümumi istifadə üçün nəzərdə tutulan bu şəbəkə qovluğu ilə bu network şəbəkə qovluğunu qaçışıq salırlar. Yox, onlar ayrı-ayrı şeylərdir. Bunun izahını başa saldım. Bəs yaxşı, sistem qovluğu olan şəbəkə qovluğunun mənası nədir? Bu qovluğa indi hal-hazırda biz daxil olsaq, indi düzdür, burada elə bir şey görməyəcəyik, çünki mənim kompüterim hal-hazırda şəbəkədə deyil. Amma deyək ki, şəbəkədə olsaydı, nə olacaqdı burada? Şəbəkədə qoşulu olan, yəni yenə deyirəm, bir müəssisədir, bir müəssisənin şöbəsindəyik və bu şöbədə deyək ki, 5 nəfər işçi çalışır və bu 5 nəfər işçinin bu şöbədə kompüterləri lokal şəbəkə qaydasına uyğun birləşib. Və mən network qovluğuna daxil olanda həmin şəbəkəyə aid olan şəbəkədə daha doğrusu qoşulu olan bütün kompüterlərin siyahısını burada görəcəm. Burada bir kompüter işarəsi olacaq bu qovluğun içərisində. Kompüter işarəsi və o kompüterin işarəsinin qabağında yazılacaq. Misal üçün Yasəmən PC, yəni PC, yəni personal computer yazısı, yəni PC. Sonra misal üçün görünəcək burada Atalin PC və yaxud Bahar PC və s. axır. Yəni şəbəkədə qoşulu olan həmin o kompüterlərin siyahısı onlar burada görünəcək. Və mən istəyəndə, əgər xüsusən də mən əgər şəbəkə administratoruyamsa, mən istəsəm, onlardan izin almadan, çünki administrator mənəm axı, onlardan izin almadan mən həmin kompüterlərin daxilinə keçid edə bilərəm və oradakı faylları görə, götürə və digər hərəkətlər icra edə bilərəm. Yəni sözümün canı budur ki, uşaqlar, network qovluğu şəbəkədə qoşulu olan kompüterlərə daxil olmaq, onlar üzərində müvafiq, belə deyək, qadağalar təşkil etmək, onların o kompüterlərin daxilinə daxil olub fayllar götürmək, köçürmək və s. bu kimi imkanlar etmək olar. Bəs qəbula sual düşsə, bu qovluğun tərifi necə düşəcək? Network qovluğun tərifi lokal şəbəkədə qoşulu olan kompüterləri idarə etmək üçün istifadə olunur. Sonra this PC daha doğrusu qovluğu. Bu qovluq nə üçündür? Uşaqlar, bu qovluq isə kompüterin xarici yaddaş qurğuları ilə işləmək üçün nəzərdə tutulan bir qovluqdur. Necə yəni? Bax, mən misal üçün daxil oluram bu this PC qovluğuna. Bilmirəm, köhnələr bunu xatırlayar, bu video baxanlar. Əvvəllər bu this PC qovluğunun adı My Computer adlanırdı. Yadınıza gəlirsə Windows 7 əməliyyat sistemində. Amma Windows 10 və 11 əməliyyat sistemində bu artıq this PC olaraq adlandırılır. Əlqərəz daxil olaq bu PC qovluğuna və bu qovluğa daxil olduqda dediyim kimi biz burada nəyin şahidi oluruq? Onun şahidi oluruq ki, belə deyək, xarici yaddaş qurğularını görürük burada. Hal-hazırda bax gördüyünüz kimi burada xarici yaddaş qurğusu kimi sərt diskimi görürəm. Lokal disk C və lokal disk D. Axı, yadınıza gəlirsə, biz texniki təminat dərsində deyirdik ki, kompüterin sistem bloku daxilində yerləşən xarici yaddaş qurğusu sərt diskdir. Yəni HDD, yəni HDD və ya Winchester adlandırdığımız. Və bizim kompüterdə
nə cikimiz, bikimiz varsa, yəni nə faylımız, şəklimiz, mahnımız, nə bilim, hətta Windows əməliyyat sistemi belə hara yüklənir? Sərt diskə yüklənir və mən ZIS PC qovluğuna girməklə həmin o sərt diskimi görürəm. Və biz əslində normalda sərt disk bir adla görünməlidir. Məsələn, OS 2 üzr istəyirəm, OS C olmalı idi. Məsələn, New Volume D olmalı deyildi. Amma bunu mən özüm yaratmışam. Niyə bunu yaratmışam? Və niyə yaradırıq? Çünki bir çox kompüterlərdə bu belədir. Sərt disk iki məntiqi segmentə bölünür. Bu niyə belədir? Ona görə ki, biz ə, sərt diski format zamanı ikisi ona görə bölürük ki, bu D diski istifadəçiyə məxsus olsun və istifadəçi öz şəxsi fayllarını, şəklini, mahnını, videosunu və s. axır sənədlərini gətirib yükləsin D diskinə. C diski isə bizim üçün sistem fayllarını, yəni xüsusən Windows'un fayllarını bura yükləmək üçündür. Və hətta fikir verirsiniz, bu disklərin üzərində bir fərq var. Və görürsünüz, C diskinin üzərində burada bir Windows'un loqosu var. Yəni bu onu bildirir ki, Windows əməliyyat sistemi bizim sərt diskimizin C məntiqi bölməsinə yazılıb. Misal üçün biz kompüteri format eləyəndə bəzən istifadəçi deyir ki, ay müəllim, mənim zəhmət olmasa kompüterimi format eləyəndə elə eləyin ki, fayllarım itməsində biz münəccim deyilik ki, biz sehirbaz deyilik. Biz tamam, onun arzusunu reallaşdırırıq istifadəçinin, amma biz bunu necə edirik? Biz bunu belə edirik ki, yəni istifadəçinin o ki bizə göstərir ki, bax, bu şəxsi fayllarım, bu qovluğum falan filan, bunları elə eləyin ki, formatdan sonra qalsın da kompüterimdə. Biz onu necə edirik? Biz həmin o istifadəçinin istədiyi faylları gətiririk, D diskinə atırıq. Sonradan artıq kompüterə format əmrini veririk. Çünki biz kompüteri format eləyəndə çox hallarda, %95% hallarda C diskini format eləyirik. Və C diskini də format etdiyimizə görə D diskinə format olunmur da və istifadəçinin şəxsi faylları da elə kompüterdə qalmış olur. Sözümün canı ZIS PC qovluğu nə üçündür? İstifadəçinin, belə deyək, xarici yaddaş qurğuları ilə işləməsi üçündür. Misal üçün, mən əgər bura flash kart taxsam, flash kart da artıq gəlib burada görünəcək. Disk taxsam, o da gəlib burada görünəcək. Yəni bütün hətta mobil telefonumuzu belə taxsaq, o da burada gəlib görünəcək. Çünki kompüterlər mobil telefonu yaddaş qurğusu kimi tanıyır. Ona görə o da gəlir düşür bura. Sözümün yekunu ZIS PC qovluğu istifadəçilərin xarici yaddaş qurğuları ilə işləməsi üçün nəzərdə tutulan qovluqdur. Yadınıza gəlirsə, ötən video dərslərimizdə də mən bunu demişdim, yenə də vurğulayıram. Windows 11 ilə bağlı çəkdiyim bu video dərslərə diqqətlə baxan tələbə və danışdığım və çalışdığım qədərilə elə danışmağa, belə deyək, elə izah etməyə çalışıram ki, məni hər kəs başa düşə bilsin demək istədiyimi, kitab dilində danışmıram. Ona görə də bu videoya baxan tələbələr öz qeydlərinizi mən danışdıqca götürsəniz, inandırım sizi ki, heç bir Windows 11 konspektinə, belə deyək, oxumağa ehtiyac yoxdur. Gedib hansısa bir kitabdan Windows 11 nəzəriyyəsini oxumağa ehtiyac yoxdur. Bu sizin üçün çəkilən bu videolar halva videolardır. Yəni sadəcə qaşıqlayıb yemək lazımdır. ZIS PC qovluğu haqqında bu qədər. Bəs yaxşı, bu users file, yəni indi məndə Nicat Bayramovda yenə vurğulayıram, amma standartda bu users file qovluğu adlanır. Bu users file qovluğu nə üçündür? Bu qovluğa daxil olduqda isə artıq burada gördüyünüz kimi qovluqlar var. Yəni users, bax qovluğun adı da belə deyək, users file, istifadəçi qovluqları. Və biz bu users file qovluğuna daxil olduqda Windows'un özünün bizə təqdim elədiyi kitabxana qovluqları var. Hansı ki, bunlar hansılardır? Dokument qovluğu, yüklənənlər qovluğu, sevimlilər qovluğu, hiperistinadlar qovluğu, Microsoft'un özünə aid olan qovluğu, musiqilər qovluğu, nə bilim, şəkillər qovluğu, video və s. axır. Yəni, bu qovluğun olmasında məqsəd nədir? Məqsəd odur ki, yəni istifadəçi öz, belə deyək, şəkillərini gətirib
Məsələn, picture qovluğuna əlavə eləsin, videolarını videos qovluğuna əlavə eləsin, sənədlərini dokument qovluğuna əlavə eləsin. Yəni bu qovluğun yaradılmasına əsas məqsəd bu olub. Yəni niyə Windows'un öz üzərində bu qovluq gəlir? Ona görə gəlir ki, bax biz pərakəndə iş masasında bax mənim kimi, indi nə olsun mən də müəlliməm. Mənim kimi sizlər də həmçinin iş masasında görürsüz belə özümüzə uyğun bax belə qovluqlar yaratmışıq. Windows'un yaradıcısı da deyir ki, və bu qovluğu bizə ona görə göndər ki, bəs ay bala, iş masasında da belə qovluq yaratma da, sənədləri yerləşdirmək üçün qovluq istəmirsən, gələ də users file qovluğunda dokument qovluğu var. Gəl sənədləri buraya yerləşdir. İnternetten yüklədiklərin zaten onsuz da download qovluğuna düşür. Bu öz yerində. Ondan sonra musiqilərimi get buraya yüklə, şəkillərimi buraya yüklə, videolarımı buraya yüklə. Amma təbii ki, bəlkə dünya istifadəçiləri arasında bəlkə 3%, 5% elə istifadəçilər olar ki, həqiqətən də buna riayət eləyə və qovluqlarını gətirib, daha doğrusu fayllarını gətirib həmin bu qovluqda müvafiq kateqoriyalı qovluqlara əlavə edə. Yenə deyirəm, indi bizə sual versə ki, users file qovluğu nə üçündür? Deyəcəyik ki, users file qovluğu istifadəçinin şəxsi fayllarını qruplaşdırmaq üçün və bu fayllarla işləmək üçün nəzərdə tutulan qovluqdur. Kontrol panel haqqında danışaq. Kontrol panel nədir? Kontrol panel ə, əməliyyat sisteminin və kompüterin tənzimləmələri, sazlamaları qovluğudur. Sizə bir ipucu verim. Bunu bir yadda saxlayın və heç kimə də deməyin. Nə mənada? Çünki həqiqətən bu heç yerdə deyilmir. Sadəcə sizin üçün bir qısa yoldur, sizin üçün bir rahatçılıqdır. Əgər Windows 11 ilə bağlı testlərdə tənzimləmələr, sazlamalar sözünü görsəz, gözü yumulu. Gedin kontrol panel cavabını götürün. Cavab kontrol paneli olacaq. Yenə deyirəm. Bax, özünüz üçün bir qeyd aparın. Tənzimləmələr, sazlamalar. Bax, bu iki sözü ipucunda sizin üçün. Bu iki sözü görsəniz, cavab kontrol panel qovluğudur. Necə ki, telefonun nastroykası var. Məsəl üçün, biz mobil telefonumuzun ayarlarını hardan dəyişirik? Telefonda o təkər kimi bir düymə var. Bax, həmin orada daxil olur, oradan dəyişirik. Eləcə də əməliyyat sisteminin və daha doğrusu kompüterin ayarlarını dəyişmək istəsək, kontrol panelə daxil olacağıq. Və bura daxil olanda, burada yenə deyirəm, əməliyyat sisteminin və kompüterin bütün ayarlarını buradan dəyişmək olur. Hətta dilə qədər dəyişmək olar. Kompüterin dilini belə dəyişmək olar buradan. Ki, bax, burada region bölməsindən gəlib dəyişə bilər. Yəni, bir çox şeylə eləmək olar burada. Təfərrüatı ilə danışacağıq. Sadəcə ümumi bir də izah verim ki, kompüterin tənzimləmələri, əməliyyat sisteminin sazlamaları bu qovluqdan həyata keçirilir. Kontrol panel qovluğu neçə görünüş rejiminə malikdir sualına cavab versə, daha doğrusu sualı soruşulsa, deyəcəyik ki, 3 görünüş rejimi var. Hansılardır? Large icon və indi hal-hazırda siz elə large icon rejimində görürsünüz. Small icon, yəni daha kiçik piktoqramlar və kateqoriyalar. Kateqori rejimi də var burada. Bax, görürsünüz, artıq kateqoriyalara bölündü. İstifadəçi hesabı ilə bağlı tənzimləmələr, iş masasının şəkli, tapşırıqlar paneli haqqında olan tənzimləmələr, saat və region dəyişimi ilə bağlı tənzimləmələr, xüsusi məhdud imkanlı şəxslər olur. Məsəl üçün, gözdən əlil şəxslər, onların bu kompüterdən daha səmərəli istifadə etmələri üçün ayrılan xüsusi, belə deyək, məhdud imkanlı şəxslər üçün nəzərdə tutulan parametrlər, ondan sonra kompüterə quraşdırılmış proqramlar və məsəl üçün sual verəcək. Kompüterə quraşdırılmış proqramları hardan silmək olar? Hardan siləcəksiniz? Gəlirsiniz kontrol panelə, gəlirsiniz programs bölməsinə, girdiniz bura və görürsünüz, burada uninstall proqram var. Yəni, kompüterə qoşulu olan, quraşdırılmış olan proqramları indi silmək. Daxil oluram uninstall proqrama. Yəni, hansı proqramı silmək istəyirəm? Misal üçün, Cisco WebEx Meetings proqramını silmək istəyirəm. Belə, uninstall-ı
basacağım və bu mənə təbii ki deyəcək ki, silinmi, silməyimmi və belə deyək, ondan sonra yəni bu proqramı təsdiqləyəndən sonra ki, silsin və ondan sonra da bunu siləcəyik. Və gördüyünüz kimi mən üçün bir təsdiq gəldi. İndi mən təbii ki no-nu seçəcəm. Bu belə. Ə, yəni kompüterə quraşdırılan bütün proqramları biz hardan silə bilərik? Ümumiyyətlə hardan baxa bilərik? Control panelin Programs bölməsindən. Hardware and Sound bölməsindən isə istifadəçilər, daha doğrusu kompüterin istifadəçilər səs imkanlarını dəyişə bilərlər. Məsəl üçün buradan Canon'un belə deyək, səs ayarlarını dəyişə bilərlər, mikrofon ayarlarını dəyişə bilərlər. Ondan sonra kompüterə quraşdırılan periferiya qurğusu olan, məsəl üçün printer, Skyner, ə, digər qurğuları buradan avtomatik onların parametrlərini dəyişə bilərik. Kompüterin zərətqəyə, əgər bu notebookdursa təbii ki, kompüterin zərətqa parametrləri var ki, yəni enerji doldurma parametrləri. Onu dəyişə bilərik. Daha qənaətli enerji doldurma planı seçə bilərik. Ondan sonra kompüter nə zaman yuxuya getsin. Create a power plan var ki, biz buradan gördüyünüz kimi bir enerji planı yarada bilərik və bu enerji planında artıq özümüz qeyd edə bilərik ki, kompüter batareya ilə işlədiyi zaman, hansı ki zərətqəyə taxılı deyil də, batareyadan əgər enerji gedirsə, kompüter istifadə olunmadıqda kompüterin ekranı nə zaman belə deyək qaralsın, bu dəqiqəni seçə bilərik. Nə zaman yuxu rejiminə keçsin, onu seçə bilərik. Əgər bu kompüter zərətqədədirsə, yəni artıq qida mənbəyinə qoşulubsa və sonunda bu parametrlər neçə dəqiqəyə icra olunsun. Yəni bu cür imkanlar həyata keçirdə bilərik. Network and internet bölməsindən isə şəbəkə, lokal şəbəkə ilə bağlı bu parametrləri nizamlaya, internetlə bağlı parametrləri nizamlaya bilərik və System and Security bölməsindən isə artıq buradan belə deyək, bir çox şeylər etmək olar, təbii ki. Məsəl üçün, sadə bir şey deyim sizə ki, backup and restore. Yəni, biz əməliyyat sistemini bir əvvəlki vəziyyətə qaytara bilərik. Əməliyyat sisteminin ehtiyat surətini yarada bilərik. Ondan sonra buradan sistem parametrlərini görə bilərik ki, artıq burada sistem parametrlərində kompüterin bütün sistem ayarlarını, RAM-ını, ondan sonra prosesorunu, kompüterə yüklənmiş bütün belə deyək, əməliyyat sisteminin versiyasını, yəni kompüter bütün nə texniki ayarları varsa, bax həmin o texniki ayarları bax gördüyünüz kimi buradan görə bilərik. Bax belə. Bir sözlə gördüyünüz kimi kontrol panel nə üçündür? Kontrol panel kompüterin və əməliyyat sisteminin tənzimləmələri və sazlamaları qovluğudur. Və kateqori, daha doğrusu view bölməsi ilə biz kontrol panelin 3 görünüş rejiminin olduğunu bir daha vurğulayayım sizə ki, bu görünüş rejimləri sual versə ki, idarə etmə panelinin, yəni kontrol panelin neçə görünüş rejimi var? Deyəcəyik 3. Hansılardır? Kateqori, large icon və small icon. Və nəhayət, sistem qovluqlarının sonuncusu Recycle Bin zibil qutusu qovluğudur. Bu qovluq nə üçündür? Bu qovluq istifadəçinin delete və ya Ctrl-D kombinasiyası vasitəsilə sildiyi fayllar gəlib hara düşür? Gəlib zibil qutusuna düşür. Deməli, istifadəçi əgər faylı seçib, misal üçün, faylı seçdim, delete bastım və yaxud da Ctrl-D kombinasiyasını icra etsəm, bu fayllar gəlib hara düşər? Zibil qovluğuna düşər. Zibil qovluğu, yəni Recycle Bin qovluğuna düşən fayllar dəhşət bir şey deyil. Ayda, vəsə, müəllim silindi, yox. Yenə buradadır da. Yenə sildiyim faylı təkrar geri qaytarmaq istəsən, geri qaytara bilərik. Yəni, delete və ya Ctrl-D ilə silmək dünyanın sonu deyil. Ayda getdi, müəllim, yox, getmədi. Yenidən geri qaytara bilərik. Necə? Bax, indi o sualla cavab axtaracağıq. İndi bir şey deyim sizə.
Ondan sonra o suala cavab taparıq. Bu Recycle Bin'in özünün kontekst menüsü var və biz bu qovluğu seçib sağ düyməni bassaq, bakıyorsunuz burada Empty Recycle Bin var. Yəni zibil qutusunu tamamen boşalt. Bastık bunu. Bir daha da yes. Bak özde burada bana deyir ki bütün belə deyək zibil qutusunda olan fayllar ömürlük bir dəfəlik silinəcək ha, razısan? Mən də deyirəm, hə, razıyam. Razıyam, razıyam da vəssalam. Bak gördüyünüz kimi silindi getdi. Və e, bu zibil qutusunun boş halının ikonuyla belə deyək, ə, dolu halda olan ikonu fərqlənir. Amma bu boş halda olan ikondur. Və indi misal üçün bu faylı seçib delete düyməsini basıb hansı ki mən bu faylı silmək istədikdə və bu gəldi düşdü hara? Görürsüz zibil qutusuna. Və görürsüz avtomatik olaraq ikonda dəyişdi. İndi mən bax bu Recycle bin qovluğuna düşən obyekti buradan necə götürə bilərəm? Necə bərpa edə bilərəm? Müxtəlif yollar var. Yollardan biri hamımızın bildiyi o ənənəvi yoldur. Təbii ki, indi biz ənənəvi yoldan istifadə eləmirik də. Yəni imtahanda bu ənənəvi yoldan söhbət getmir. Yəni tələbələrin bildiyi bu ənənəvi yol nədir? Faylı seçib, sonra mausun sol düyməsilə bunu gətirib iş masasına sürüşdürmək. Biz o haqda danışmırıq. Danışmayacağıq da heç qəbula da düşməyəcək. Qayda-qanunla olan zibil qutusuna düşən obyekti necə bərpa etmək olar üsulları haqqında danışacağıq. Bax, bunun qeydini aparın. Yəni, qeydi də belə aparın ki, zibil qutusunda olan obyektləri aşağıdakı yollarla bərpa etmək olar. Yol 1. Birinci nədir? Zibil qutusunda olan obyektin üzərində gəlib mausu seçib sol düyməni 2 dəfə klikləyəndə açılan pəncərədə burada restore düyməsi var. Və mən bu restore düyməsini bastım. Nə oldu? Həmin obyekt zibil qutusundan çıxdı və bundan əvvəl hardaydı? İş masasındaydı da. Gəldi düşdü iş masasına. Bax belə. Bu faylı zibil qutusundan bərpa etmənin birinci yolu. İkinci yolu nədir? Faylı seçib sağ düyməni basıb kontekst menüyünü açdığımız halda burada restore bəndi burada da var. Buradan restore eləyə bilərik. Bu ikinci üsul. Üçüncü üsul, faylı seçib, bax, cəld müraciətlər paneli ki var. Bax, bu cəld müraciətlər panelində burada restore all items var. Yəni, zibil qutusunda olan nəinki bu seçilmiş faylı, bütün faylları zibil qutusundan azad etmək. Yəni, silmək yox ha, azad etmək, yəni bərpa etmək. Və yaxud da sadəcə seçilmiş bu faylı restore the selected items. Yalnız seçilmiş faylı bərpa et. Bastım bunu və gördüyünüz kimi bərpa olundu. Bu üçüncü üsul və dördüncü üsul hansıdır? Dördüncü üsul isə belə deyək cut paste əmridir. Obyekti seçirik və cut əmrini icra edirik. Bunu ya klaviaturadan Ctrl-X kombinasiyası ilə də eləyə bilərik. Yaxud cəld müraciətlər panelindən bax, cut əmri burada da var. Buradan da icra edə bilərik. Yaxud da kontekst menüsünü sağ düyməni basanda burada da cut var, buradan da icra edə bilərik. Elə ən asan faylı seçdik. Bir daha Ctrl-X-i bastıq. Görürsünüz artıq bu cut olundu. Hardan bilirəm cut olundu? Çünki faylın ikonu solğunlaşıb. Və çıxıram indi buradan zibil qutusundan iş masasına gəlirəm. Bir daha da Ctrl-V və salam. Həmin fayl hara bərpa oldu. Gördüyünüz kimi iş masasına bərpa oldu. Və belə. Və bu da oldu bizdə iş masasında, daha doğrusu zibil qutusunda olan obyektlərin bərpa olunma formaları haqqında məlumat. Və bu da oldu sistem qovluqları haqqında məlumat. Hə, son bir nüansı da sizə izah edeyim. Burada bir nüans var. Mən bayaq dedim ki sizə istifadəçi Ctrl-D və ya sadəcə delete düyməsini basdıqda fayl gəlib hara düşür? Recycle bin qovluğuna düşür. Amma istifadəçi faylı silib, daha doğrusu siləndə Shift Delete kombinasiyasından istifadə etsə əgər
Ee, O zaman həmin fayl zibil qutusuna düşmədən bir dəfəlik silinəcək. Gəlin, mən buradan nəyi silim ki, Allaha xoş getsin. Ə, Gəlin, məsələn, silək bu faylı. Fayl mənə lazım deyil. Hə, bax seçdik bu faylı. Bir də Shift Delete kombinasiyasını icra edirəm və Shift Delete kombinasiyasını icra etdiyim zaman dialoq pəncərəsi açılır və bu pəncərədə qeyd olunur. Gördüyünüz kimi ki, bax bunu mən bir dəfəlik silirəm ha. Yəni bu heç zibil qutusuna da düşməyəcək. Mən dedim, hə, tamam, can sağ olsun, sil. Yes-i bastıq və gördüyünüz kimi silindi və gördüyünüz kimi heç gəlib zibil qutusuna da düşmədi. Bax belə. Bu da oldu sistem qovluqları haqqında məlumat. Hər biri haqqında danışdıq və bir nüansı da qeyd edeyim. Bu sistem qovluqlarının ə, gəlin buradan başlayaq. Sistem qovluqları ki var ha, bax bu 5 dənə. Bizə sual versə ki, kompüter ilk dəfə, daha doğrusu ilk dəfə əməliyyat sistemi quraşdırıldıqda kompüterə iş masasında olan obyekt hansı olacaq? Deyəcəksiniz ki, recycle bin. Yəni biz deyək ki, kompüterə format vermişik, kompüteri sıfırlamışıq və əməliyyat sistemini yeni yazmışıq kompüterə və bu zaman iş masasında görünən yeganə bir dənə obyekt olur. İş masası bombalan boşdur. Yəni iş masası deyəndə yəni söhbət buradan gedir də. İş masası bombalan boşdur və burada cəmsi bir dənə obyekt görünür. O da kim? Nə? Bax bu recycle bin qovluğu. Bir də bu sistem qovluqları var ha. Və bu sistem qovluqlarının görünüb görünməməsini də təmin etmək olar. Misal üçün mən network adlanan bu sistem qovluğunu ümumiyyətlə iş masasında görmək istəmirəm. Və ya kontrol paneli görmək istəmirəm. Və ya bu users faylı görmək istəmirəm bu qovluğu. Necə edə bilərik? Bunun üçün isə iş masasının kontekst menüsünü açırıq. Və iş masasının kontekst menüsünü sağ düyməni bastım. Liboy iş masasının Liboy bir yerində dayandım. Sağ düyməni bastım. Açılan kontekst menyuda personalize əmri var. Girirəm bu əmrə. Bu əmrdə bax, 2 dəqiqə. Bax, bu əmrdə bizdə deməli 2 dəqiqə Teams bölməsinə keçid alaq. Teams bölməsinə keçəndə bax, burada görürsünüz desktop icon settings iş masasında olan qovluqların parametrləri. Girdik bura və hansı qovluğu görmək istəmirəmsə, o qovluğu quşunu götürürəm. Ben misal üçün this PC qovluğunu görmək istəmirəm, quşu götürdüm. Recycle bini görmək istəmirəm, quşu götürdüm. Users files qovluğunu görmək istəmirəm, quşu götürdüm və OK basıram. Gedək bir daha baxaq. Və görürsünüz, həmin o sistem qovluqları görünmür. Və gördüyünüz kimi. Yəni sistem qovluqlarının görünüb görünməməsini iş masasının kontekst menüsünün personalize əmrindən bunu icra edə bilərik. Və yenidən görünməsini istəyirəmsə, yenidən o quşları götürdüyüm kvadratlara həmin o quşları qoyuram və OK basacağım. Bir daha basaq. Və gördüyünüz kimi də görünəcək. Bax, SysPC də gəldi, Recycle bin də gəldi və Nicat Bayramov adlı qovluq da gördüyünüz kimi gəldi. Və nəhayət, deyəcəksiniz bu sistem qovluqlarının nə qədər zırıq-bıltısı var. Həqiqətən elədir. Ə, və sistem qovluqlarının sual versə ki, hansının ikonunu dəyişmək olmaz? Bir dənə kontrol panelinin ikonunu dəyişmək olmaz. Qalan This PC qovluğu var. Bax bu This PC qovluğunun ikonu bax görürsünüz budur da. Mən dəyişmək istəyirəm. Kefim istəyir dəyişim. Dəyişmək istəyirəm dəyişim də. Seçdim bu This PC-ni. Change ikonu bastım. Misal üçün ona belə bir ikon verək. OK bastım. Bir daha da apply. Hə, gəlin baxaq. Bax görürsünüz This PC qovluğunun ikonu dəyişdi. İstəsəm users faylın qovluğun, yəni bu qovluğun da ikonunu, network qovluğunun da, hətta zibil qutusunun ki, bayaqlar dedim, iki vəziyyəti var. Dolu olan halda başqa cür görünür, boş olan halda başqa cür görünür. İstəsəm bunların da ikonunu dəyişə bilərəm, amma kontrol panelin ikonunu isə dəyişə bilmərəm. This PC qovluğun ikonu bir də restore default susma vəziyyətini bir də qaytaraq əvvəlki kimi olsun. Və apply, bir daha da OK. Və salam, tarixi getdi.
Bax bu da oldu. Sistem qovluqları ümumiyyətlə ə, qovluqların növləri olan xüsusi xidməti qovluqlar, xüsusi xidməti qovluqlara aid olan şəbəkə qovluğu, arxiv qovluğu və sistem qovluqları haqqında məlumat. Gördüyüm qədərilə o qədər detallı danışdım ki, çox məlumat verdim, amma hər biri imtahana düşən məlumatdır da. Yəni mən videolarda lazımsız məlumatlar danışmıram. Bilavasitə imtahana düşəcək birə-bir videolarda həmin o situasiyaları, həmin o belə deyək, test suallarını izah edirəm sizə. Ona görə video bir qədər uzandı. Ağlımda videonun əvvəlində dediyim kimi burada iş masasının kontekst menyusundan, hətta mübadilə büferi haqqında danışmalıydıq. Videonu çox uzatmayaq. Gəlin biz bu videonu burada yekunlaşdıraq və dördüncü dərsimizdə Windows'un qalan hissələri haqqında danışaq. Bu video dərsimiz bu qədər.